Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə xalq artisti Zəroş Həmzəyevanın 100 illiyi münasibəti ilə tədbir keçirilib. Xanım Həmzəyevanın lazımi materiallarının toplanmasında bizə çox köməkli edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, tarix boyu Azərbaycan qadınları həyatın bütün sahələrində fəal iştirak edərək mənəvi keyfiyyətlərinin zənginliyi ilə seçilib, cəmiyyətin inkişafında öz dəsti xətti olan bir qüvvə olublar. Belə qadınlardan biri də Zəroş Həmzəyevadır. Qeyd olunub ki, o, qadın və ana olmanın paralel olaraq iki böyük rolunu özündə birləşdirərək, bir tərəfdən cəmiyyətin gözləntilərinə qarşı mübarizə aparır, digər tərəfdən isə övladlarına qayğı göstərir. Yaratdığı obrazlarda qadınları sadəcə zəif varlıqlar kimi deyil, əksinə, güclü, müstəqil və iradəli insanlar olaraq tamaşaçılara nümayiş etdirirdi. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin əməkdaşı Narxanım Həsənova çıxış edərək bildirib ki, Zəroş Həmzəyeva həyat yoldaşı rejissor İbrahim Həmzəyevlə birlikdə Naxçıvan teatrının inkişafına mühüm töhfələr verib. Onun bütün şüurlu həyatı xalqla, onun taleyi və həyatı ilə bağlı olub. Zəroş Həmzəyeva Naxçıvanın və Azərbaycanın əməkdar artisti, eləcə də xalq artisti fəxri adlarına, həmçinin prezident təqaüdünə layiq görülüb. Şöhrət ordeni ilə təltif olunub. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dosent Ələkbər Qasımov, xalq artisti Şirzad Abutalıbov çıxış edərək bildiriblər ki, Zəroş Həmzəyeva istər teatrda, istərsə də kinoda yaratdığı obrazlarla tamaşaçını hər zaman düşündürməyi bacarırdı. Zəroş Həmzəyevanın ailə üzvləri, qızı Arzu xanım video müraciəti ilə, nəticəsi Mir İbrahim Həmzəyev isə öz çıxışında ailələri adından tədbirin iştirakçılarına təşəkkür ediblər. Tədbirin bədii hissəsində şeirlər bədii qiraət olunub. İzlərim səhnəmizdə pozulmazdı. Bu ocağın ilkin, əziz qızı sənsən. Könüllərə axıb doldun yetərinlə. Zirvələrə yol açdın o şərəfinlə. Bu məbədə həcər oldun, həcərinlə. Xumar oldun, o gözlərin nazı sənsən. Zəroş Həmzəyevanın mənalı ömür yolunu və zəngin yaradıcılığını əks etdirən video çarx nümayişi olunub. Sonda görkəmli xalq artistinin həyat və yaradıcılığına həsr olunmuş kitab, qəzet və fotoşəkillərdən ibarət sərgiyə baxış olub. Samirə Həsənli, Altuna İskəndərova, Azər Həsənov, NTV Xəbər.